Salam əziz şagirdlər. Mən sizə monitoring 1 riyaziyyat suallarının izahını verəcəm. Diqqətlə qulaq assanız, mənə elə gəlir ki, cavabı aydın olmayan sual olmayacaq sizə. Deməli, başlayaq 31-ci sualdan. Burada bizə rəqəmlər verilir və bu rəqəmlərdən bir dəfə istifadə etməklə yaranan 6 rəqəmli ən böyük cüt ədədi seçin deyir. Ən böyük cüt ədəd bizə deyirsə, deməli biz nə etməliyik? Böyük rəqəmlə başlamalıyıq və ardıcıl rəqəmləri düzməliyik. Sonunda isə cüt olmasına diqqət etməliyik. Deməli, bu verilən rəqəmlər içində ən böyük 7, sonra 5, 4, 3, 1, 0. Yəni mən heç cüt rəqəminə fikir vermədən ardıcıl rəqəmləri düzdüm. Ancaq yenə də məndə sonda nə alındı? Cüt rəqəm alındı. Çünki biz bilirik ki, sonu 0, 2, 4, 6, 8 rəqəmləri ilə bitən ədədlər necə ədədlərdir? Cüt ədədlərdir. Deməli, ədədimiz oldu 754.310. A bəndə. Keçək 32-ci suala. 880.000 bu tip çalışmaları yazanda oxuduqca qeyd edirik. 880.000 deyirsə, deməli bizim burada 3 dənə rəqəmimiz var. 1808. Həmin yerə də qeyd edirik. 880.808. Doğru cavab D variantı olacaq. 33-cü sual. Yenə bu tip çalışmalarda isə əvvəlcə ədədi sağdan 3-3 qruplaşdırın. Biz bilirik ki, ədədləri sağdan 3-3 siniflərə ayıranda təkliklər sinifi və minliklər sinifi olur. Ədədi oxuyanda bu bizə asanlıq yaradır. 36.240 və dediyimiz sözü axtaraq. 36.240. Doğru cavab C variantı. 34-cü suala baxaq. Deyir ki, 326.476 verilmiş ədəddə işarələnmiş rəqəmin mərtəbə vahidi nədir? Biz bilirik ki, mərtəbə vahidləri təkliyi bizə deyirsə 1, onluğu deyirsə 10, yüzlükdəki rəqəmi deyirsə 100, minlikdəki rəqəmi deyirsə 1000, 10 minlikdəki rəqəmi deyirsə 10.000 olacaq. Yəni, mərtəbə vahidi 1 ilə başlayır. İndi bizim burada rəqəmimizdə mərtəbələrinə baxaq. Təklik, onluq, yüzlük, minlik. Deməli, bizə minlikdəki rəqəmin, yəni 6 dayanıb orada, onun mərtəbə vahidini soruşur. Minlikdə dayandığı üçün, deməli, mərtəbə vahidi nə olacaq? 1000, yəni minlik. C bəndə doğru cavab olacaq. Sonra ədəd verib bizə 43.778 ədədinin minliklər sinifindəki ədəd neçədir? Bayaq dediyim kimi, tapşırığı həll eləmək üçün ədədi sağdan 3-3 qruplaşdırıb siniflərə ayıraq. Təkliklər sinifi, minliklər sinifi. Bizə də minliklər sinifindəki ədədin neçə olduğunu soruşur. Bu da 43-dür. Doğru cavab B variantı. Baxın, bizə ədədi mərtəbə qiymətlərinin cəmi şəklində verib və həmin ədədin onluqlar və 10 minliklər mərtəbə vahidinin sayını soruşur. Əvvəlcə biz xırda da olsa səhvliyə yol verməmək üçün ədədimizi alt-alta toplayaq. Deməli, birinci ədədimiz 500.000, üstə gəl 7.000. Bu tip tapşırıqlarda bəzən uşaqlar yanlışlıq edir, rəqəmlərin yerini sürüşdürür. Məsəl üçün 7.000-i buradan yazır, 5-in altından yazır. Bu yanlışdır. Belə yazmaq olmaz. Bu yanlışlığa yol verməmək üçün çalışın ədədi sonundan, yəni 7.000-i də son rəqəmindən başlayın 500.000-in son rəqəmindən yazmağa. Yəni, buradan 7.000-in sonunda 3 dənə 0 var. Biz də arxadan 1, 0, 2, 0, 3, 0 və burada 7. Yəni, təkliyin altında, onluğu onluğun altında, yüzlüyü yüzlüyün, minliyi minliyin altında. Sonra 80
və sonra da 9. Bu rəqəmlərimizi toplayırıq. Toplama əməliyyində təklikdən başlayırıq. Ədədimiz 507.089 olur. İndi şərtimizin ardından baxaq. Deyir ki, bu ədədin onluğuna baxaq. Təklik, onluq. Onluğumuz da neçə dayanıb? 8. Bir yanda qeyd edək. Və 10 minliklər. Təklik, onluq, yüzlük, minlik. 10 minliyimizdə isə 0 dayanıb. Bunların deyir vahidinin sayının, yəni həmin sayı biri 8-dir, biri də 0. Onları toplamamızı istəyir, yəni cəmini tapmaq. Burada da düzgün cavab A bəndi olacaq. 37-ci suala. 37-ci sualda yenə bizə rəqəmlər verib və bu rəqəmlərdən bir dəfə istifadə etməklə yaranan ən böyük 5 rəqəmli ədəd neçə olduğunu soruşur. Yenə ən böyük rəqəm ədəd deyirsə, biz ən böyük rəqəmdən başlamalıyıq. Ən böyük rəqəm də burada 8, verilənlər içərisində 8, 5, 4, 3, 1. Rəqəmimizi oxumaq üçün sağdan 3 qruplaşdırırıq. 85.431 doğru cavab A bəndidir. 38-ə baxaq. 786.543 ədədinin, baxın, buradan yazaq. 786.543 ədədinin 100 minliklər, axtaraq tapaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. 100 minlik burada. Mərtəbə vahidinin sayından, yəni 7-dən, yüzlüklər mərtəbəsinin, yüzlüyü tapaq, təklik, onluq, yüzlük. Yüzlüklər mərtəbəsinin mərtəbə vahidinin sayını çıxsaq, neçə alınar? Deməli, biz 7-dən 5 rəqəmini çıxmalıyıq. Bu da eləyir 2. Doğru cavab B bəndi. 39-cu tapşırıqda bizə 2 dənə ədəd verib. 32 yazılıb, sonra L rəqəmi yazıb, 1 yazılıb və kiçikdir 3251-dən. Bizə deyir ki, burada L rəqəminin yerində yazıla biləcək ədədlər hansılar ola bilər? Baxın, fikir verdik ki, birinci rəqəm 3, 3 eyni. 2, 2 eyni. Burada L-nın yerində duran, yazılan yerdə bizdə bu bir ədəddə 5 yazılıb. Və sonuncu rəqəmdə 1, 1 eynidir. Deməli, burada bütün rəqəmlər eynidir. Bir dənə burada biz L-nı tapmalıyıq. Yəni 5-ə uyğunlaşdırıb L-nın yerində neçə yazıla bilər, onları tapırıq. Kiçik işarəsinə görə də, deməli, burada L-nın yerinə biz hansı ədədləri yaza bilərik? 5-dən kiçik ədədləri yaza bilərik. 5-dən də kiçik ədədlər nələrdir? 4, 3, 2, 1, 0. Və sonra bizdən deyir ki, bunların cəmini tap. Yəni 4 üstə gəl 3, üstə gəl 2, üstə gəl 1, üstə gəl 0. Neçə eləyir? 10. Deməli, burada doğru cavab 39-da A bəndidir. Ədəd verib bizə 6465. Deyir, bu ədədi yüzü, təkli, onluq, yüzlük. Yüzlüyə qədər yuvarlaqlaşdır. Biz demişik ki, hansı rəqəmin ki altından xətt çəkdik? Onun sonundakı ədəd bizim ürəyimizdir. Biz ürəyimizə dəymirik. Olduğu kimi yazırıq. Və altından xətt çəkdiyimiz ədədin sağındakı ədədə baxırıq. Sağındakı ədəd demişik ki 5, 6, 7, 8, 9. Bunlar güclü rəqəmlərdir. Güclü rəqəm olduğu üçün də altından xətt çəkdiyimiz rəqəmi bir vahid artıracaq. 4 rəqəm olacaq 5 və özündən sonra hamısı olacaq 0. Bu da eləyir 6500. 41-ci sualda yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 300 alınan ən böyük ədəd. Mən sizə qayda olaraq demişəm. Deməli, yüzlüklərə qədər ədədi yuvarlaqlaşdıranda ən böyükünü tap deyirsə, üzərindən 49 gəlirik. Ən kiçiyini tap deyirsə, 50 çıxırıq. Bizdən burada yalnız ən böyük ədədi tapmamızı istəyir. Bu da 300 olan ən böyük ədəd. 300-ün üzərinə
49 gələndə eləyəcək 349 və bunun mərtəbə vahidlərinin sayının cəmini tap. Yəni 3 üzərinə 4 üzərinə 9. O da eləyəcək 16. 41-də D olacaq. Bizdə burada rəqəmlər verir və hər rəqəmin qarşısında fiqurlar verir. Kvadrat, üçbucaq, dairə və beşbucaqlı. Bizə deyir ki, ədədləri artan sıra ilə düz. Biz ədədləri artan sıra ilə düzəcəyik. Ancaq cavablar onların qarşısındakı işarə ilə verilir. Gəlin birinci rəqəmləri artan, yəni azdan çoxa doğru düzək. İlk öncə bu zaman biz ədədin əvvəlindəki rəqəmlərdən başlayırıq. Hamısında ilk rəqəm 3-dür. İkinci rəqəm ikisində 4-dür, digərləri 6-dır. Ona görə hələ onlara baxmırıq. Üçüncü rəqəmləri 6 və dördüncü rəqəm burada kvadrat olanda 7-dir, digərində 8-dir. Biz də birinci azdan başlamalıyıq. Ona görə ən birinci kvadratı yazacağıq. Daha sonra üçbucağı yazacağıq. İndi gəlin biz buradakı, digər bu 2 rəqəmin ardıcıllığına baxaq. Burada da 3, 3, 6, 6, 4, 4 eynidir. Dördüncü rəqəm birində 7-dir, birində 8-dir. Deməli, burada da ən kiçiyi dairə, daha sonra isə 5 bucaqlı olacaq. İndi gəlin cavablarda axtaraq. Deməli, cavablarda olacaq 42-də B variantı. Burada səhv yerləşdirmişəm 43. 43-cü sual. Deməli, bizə 2 dənə rəqəm verib və bu müqayisədə A-nın yerinə yazacaq neçə ədəd uyğun gəlir onları. Bunu biz belə təsəvvür edək, baxın uşaqlar. Elə fərz edək ki, ədəd oxudu və bu ədəd oxunda 4627 4632 də buradadır. Yəni 4627-dən böyük, 4632-dən kiçik olan. Yəni ki, bu ikisinin arasında yerləşən ədədləri yazacağıq. Bu ədədlər də 4628, 4629, 4630, 4631. Baxın, bizə bunları soruşur. Bu ikisinin arasında yerləşən ədədləri. Bu da oldu 1, 2, 3, 4. 4 rəqəm, yəni 4 ədəd A-nın yerində yazıla bilər. Müqayisələrdən deyir hansı doğru deyil. Müqayisələrdən hansı doğru deyil. Gəlin baxaq. Müqayisələrdə belə böyük rəqəmlər görəndə gözümüzü qorxutmamalıyıq. İlk öncə rəqəmlərin sayına baxırıq. Məsələn, bu rəqəm də 5 rəqəmlidir, bu rəqəm də 5 rəqəmlidir. Daha sonra onların ilk rəqəmlərinə baxaq. Burada 3, burada 7. Deməli, bu nədir? Düzgündür. Bu ədəd buradan birincidən 37648-dən böyükdür. Bu düzgün. Sonra C variantında yenə ədədlərimiz 5 rəqəmlidir. Daha sonra rəqəmlərinə bir-bir baxaq. 8, 8, bu 4, bu 6. Burada 86347 böyükdür. Deməli, bu müqayisə nədir? Yanlışdır. Artıq doğru cavabımız budur. 44-də C variantı. 45-də hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda 3000 alınır? Bayaqların mən dedim, yüzlüklərə qədər yuvarlaqlaşdıranda ən böyük ədədi tapmaq üçün 49, ən kiçik ədədi tapmaq üçün 49 gəlirik, ən kiçik ədədi tapmaq üçün 50 çıxırıq. Minliklərə qədər deyəndə isə ən böyük ədədi tapmaq üçün 499 gəlirik, ən kiçik ədədi tapmaq üçün 500 çıxırıq. Bizdə də nə deyir? Hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda 3000 alınır. Burada bizə böyük kiçik demir. Sadəcə ədədlər verib və bu ədədlər içərisində 3000 olanı tapmağı istəyir. Bunun üçün də biz nə fikir verməliyik? 3-ün yanında ki, ədəd 5 və 5-dən kiçik olmalıdır.
Burada 3-ün yanındakı ədəd 5-dir. Deməli bu 4 olacaq. 3-ün yanındakı ədəd 6-dır. Bu 6-dır. Bu 4 olacaq. Yəni 3 rəqəmi 4 olacaq. Burada da 3-ün yanındakı rəqəm 8-dir. 3 rəqəmi 4 olacaq. Yəni 4000 olacaq. Bizim düzgün variantımız A bəndi olacaq. 3-ün yanındakı rəqəm 2-dir. Yəni 3 dəyişməz olaraq qalır. 46. Hansı bənddəki ədəd yüzlüklərə qədər səhv yuvarlaqlaşdırılmışdır? Gəlin birinci tapaq yüzlüyünü. Təki onluq yüzlük. Əgər bu yüzlüyə qədər yuvarlaqlaşdıranda olmalıdır. Yanındakı rəqəm 1 olduğuna görə artmır. 36700. Bu düzgündür. Burada yüzlüyümüz 1-dir. Yanındakı rəqəm 7-dir. Yəni güclü rəqəmdir. Bir vahid artırmalıdır. O da olacaq 83200. Bu da düzgündür. Bizə səhv tapmağı soruşur. Burada yüzlüyümüz 1-dir. Yanındakı rəqəm güclü rəqəmdir. Yəni düzgün olub 42200 olacaq. Burada yüzlüyümüz 4-dür. Yanındakı rəqəm 2-dir. Zəif rəqəmdir. Bunu artırmayacaq. Burada 4 olmalıdır. Bu yuvarlaqlaşdırma səhvdir. 46-da D bəndi. 47. Modellə verilmiş ədədi 10 minliklərə qədər yuvarlaqlaşdırın. Burada verilən dairələri sayırıq. 1, 2, 3, 4, 5. 1, 2. 1, 2, 3, 4, 5. 1, 2, 3. Bura boşdur, yəni 0-dır. Burada isə 2. Bizə deyir bu ədədi 10 minliklər. 10 minliyi tapaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minliyə qədər yuvarlaqlaşdıranda yanındakı rəqəm, sağındakı rəqəm 5-dir. Yəni güclü rəqəmdir. Ona görə bu 2 bir vahid artıb 3 olacaq. Geri qalan hər biri 0 olacaq. Deməli ədədimiz 530 min. 47-də A bəndi. 48. Aysel 4785-dən başlayaraq irəliyə doğru 100-100 ritmik sayır. Baxın uşaqlar, 4785-dən başlayır 100-100 ritmik saymağa. 5-ci ədədi soruşur. Gəlin biz bir-bir burada sayaq. 4100 gələndə yəni yüzlük bir vahid artır. 4885. Yenə yüzlüyümüzü bir vahid artıraq. 4985. Yüzlüyümüzü bir vahid artıranda artıq bura bir onluq gəlir. 5085. Bizdən neçənci rəqəmi soruşur? 5-ci rəqəmi. 1, 2, 3. Bir vahid artıranda 5185, 4-cü. Yine bir vahid artırırıq. 5285. Deməli 5-ci rəqəmimiz neçədir? 5285 qoyuruq. 1, 2, 3, 4, 5 yox. 5-ci rəqəmimiz 5-ci ədədimiz 5185. Burada qalacaq. Bunun da bizə ən yaxın yüzlüyünü soruşur. Yüzlüyün altından xətt çəkib yuvarlaqlaşdırırıq. Yanındakı rəqəm 8 güclü rəqəmdir. Ona görə nə olacaq? 5200. D bəndi düzgün cavabdır. 48. Hansı ədədi minliklərə qədər yuvarlaqlaşdırdıqda azalır? Baxın, bunu minliyə qədər yuvarlaqlaşdıranda yanındakı rəqəm 5-dir, yəni güclü rəqəmdir. Olacaq 4000. Yəni bu azalmadı, artdı. Burada 3-ün yanındakı rəqəm də 6 güclü rəqəmdir, artacaq 4000 olacaq, yəni artacaq. Burada da yanındakı rəqəm 7-dir, yəni rəqəmimiz artacaq, olacaq 5000. Ancaq burada 3-ün yanındakı rəqəm 2, yəni zəif rəqəmdir. Ona görə rəqəmimiz artmayacaq. Olacaq 3000. Azalacaq. 50. Bizə rəqəm verib 347531.
Deyir ədədini minliklər sinifində. Sinifi tapmaq üçün təklik, minlik. Minliklər sinifi, baxın budur. Deyir həmin rəqəmlərin cəmini tap. Yəni 3 üstə gəl 4, üstə gəl 7. Burada cavab 14. 51. 512.468 ədədini 100 minliklərə qədər yuvarlaqlaşdırın. Baxın. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. 100 minliyimiz neçədir? 5'dir. 5'in yanındakı rəqəm 1 zəif rəqəmdir, artırmır. Ona görə 5 olduğu kimi qalacaq. Digərləri isə 0 olacaq. Bu da D bəndi düzgün cavabdır. 52'ye baxaq. Aşağıdakı ədədlərdən hansının ən yaxın onluğu 3290, ən yaxın yüzlüyü isə 3300'dür. Bunu bilmək üçün ədədi həm onluğa, həm də yüzlüyə yuvarlaqlaşdırmalıyıq. Birinci ədədimizi biz onluğa yuvarlaqlaşdırsaq, burada 9'un sağındakı ədəd 7 güclü rəqəmdir. Deməli, 9 bir vahid artacaq. Ədəd 3300 olacaq. Deməli, bu bizim şərtimizi, onluq şərtimizi ödəmədi. Daha sonra burada 8'in yanındakı rəqəm 5 güclü rəqəmdir və ədədimiz olacaq 3290. Bəli, onluq olan, yəni onluğa qədər yuvarlaqlaşdıranda 3290 alınsın şərtini ödədi. İndi gəlin yüzlüyünü yuvarlaqlaşdıraq. Yüzlüyümüz isə 2'dir. 2'nin yanındakı rəqəm 8 güclü rəqəmdir. Ona görə rəqəm yuvarlaqlaşdıranda 3300 eləyəcək. Deməli, 3285 ədədini onluğa qədər yuvarlaqlaşdıranda 3290, yüzlüyə qədər yuvarlaqlaşdıranda 3300 eləyir. Deməli, düzgün cavab B variantıdır. 53. Deyir A, B, C, D, E 5 rəqəmli və 3, 7, 1, 8, 0 rəqəmləri ilə yazılan ən kiçik ədəddir. Bunun üçün A, B, C, D yazırıq və altından rəqəmləri ən kiçik, yəni kiçikdən böyüyə doğru düzürük. Çünki bizə kiçik ədəd alınsın deyə. Bizim çox rəqəmli ədədlərdə 0 ilə başlaya bilmədiyi üçün 1-dən başlayırıq. 1, 0, 3, 7, 8. Yəni buradan biz bildik ki, artıq A 1'dir, B 0'dır, C 3'dür, D 7'dir, E də 8'dir. Deyir, buna əsasən D, B, C, E, A və E, B, C, D, A ədədlərinin neçə olduğunu tap. Biz bildik ki, D, baxın, burada yazıram təzdən, D, B, C, E, A. Deməli, D neçədir? 7. B 0'dır. C 3'dür. E 8'dir, A 1'dir. Deməli, birinci ədədimiz 70.381. Necə ikinci ədədi tapaq? E, B, C, D, A. E 8, B 0, C 3, D 7, A da 1'dir. İkinci rəqəmimiz də 80.371'dir. 70.381 C variantı, 80.371. 53'də C bəndi. 54. Bizə ədədlərindən ən kiçik olanını tapmağı soruşur. Burada, yəni görürük ki, bütün rəqəmlər 4 rəqəmlidir, bütün ədədlər 4 rəqəmlidir. Ona görə ilk rəqəmlərinə baxsaq, ən kiçiyi 2 ilə başlayan 2361 olacaq. Bu neçənci sual oldu? 54, 55. Deməli, bizə yenə ədəd verib. Bir ədədimizi ədəd oxunda qeyd edək. 46176. Bir tərəfdə 81705. Yəni, bu ikisi arasında bir çox ədəd var. Bizə deyir ki, kvadratın yerinə yazıla biləcək ən kiçik və ən böyük. Ən kiçik deyirsə, biz bu ən kiçiyin sağındakı ədədi götürəcəyik.
Yəni 46177. Ən böyük deyirsə, ən böyüyün solundakı ədədi götürəcəyik. 81704. Deməli 46177 81704. Bu da olacaq deyəndə. 56. Rəqəmlərindən yaranan ən böyük 5 rəqəmli cüt ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Deməli, biz ilk öncə bu rəqəmlərdən düzələn ən böyük 5 rəqəmli cüt ədədi tapaq. Ən böyük deyirsə, 8-dən başlayırıq. 7, 4, 3, 1. Baxın, bu bizim şərtimizə uyğun olmayacaq. Çünki bizdən buradan nəyi soruşur? Cüt ədədi soruşur. Cüt ədədi soruşduğuna görə biz buradan 4-ü buradan silib ən axıra yazacağıq ki, şərtimizə uyğun olsun. Çünki bizə cüt ədəd deyir. Cüt ədəd deməsəydi, yazılışımız doğru olardı. İndi deyir ki, bizə bu ədədi minliklərə qədər, tək onluq, yüzlük, minlik. Minliklərə qədər yuvarlaqlaşdıranda ədədimiz 87.000 olacaq. 37-yə baxaq. Müqayisədə birinin yerinə yazıla biləcək rəqəmlərin cəmi neçədir? Baxaq. Deməli, bura biz elə ədəd yazmalıyıq ki, 9-dan kiçik olsun. 9-dan kiçik olsun. Bu da olacaq 8, 7, 6, 5, 4, 3, 2, 1. Və bizə bu rəqəmlərin cəmini tapmağı istəyir. 3, 6, 10, 15, 21, 28. Bu da üstünə 8 gələndə cavab 36 eləyəcək. 58. Yüzlüklərə qədər yuvarlaqlaşdırıcı 3 isə bərabər olan ən böyük və ən kiçik ədədlərin cəmini tap. Bayaq bu qaydanı demişdim. 3 isə qədər yuvarlaqlaşdıranda ən böyük tapmaq üçün üstünə 349, ən kiçiyi tapmaq üçün 50 çıxırıq. 250. Bizə deyir ki, bu ən böyük və ən kiçiyi tapdıq. Bunların deyir cəmini tap. Təkliklə təkliyi toplayırıq. 9, onluqla onluğu toplayırıq. 9, yüzlüklə yüzlüyü toplayırıq. 599. 59-cu suala baxaq. 3972 ədədi onluqları ilə minliklərinin yerini dəyişib. Deməli, baxaq. 3972 ədədin onluğu 7-dir, minliyi də 3-dür. Deyir, onluqla minliyin yerini dəyişək. Dəyişdik. Yüzlüklərini 3 vahid azaltsaq. Tək onluq yüzlük. Yüzlüyümüz 9-dur. Bunu da deyir neynə? 3 vahid azalt. Vahid deyirsə biz bunu neynəyəcəyik? Yəni çıxacaq. Yaranan yeni ədəd neçə olar? 7632. Burada bizə modeldə ədəd veribdir və bu ədədi həm onluq, yüzlük, minliyə qədər yuvarlaqlaşdırmağı deyir. Ədədimizi yazaq. 1, 2, 3, 4. 1, 2, 3, 4, 5. 1, 2, 1, 2, 3, 4. Birinci ədədi onluğa qədər yuvarlaqlaşdıraq. 4520. Sonra ədədi yüzlüyə qədər yuvarlaqlaşdıraq. Olacaq 4500. Və sonda ədədi minliyə qədər yuvarlaqlaşdıraq. Yanındakı ədəd 5 güclü rəqəm olduğuna görə bir vahid artacaq, 5000 olacaq. Bu qədər.